Bu dəfəki araşdırmamız isə dəmir pullar, yəni qəpiklərlə bağlıdır. Onların keçmişi və bugünü haqqında olacaqdır. Pul yaranmamışdan əvvəl insanlar bir-birləri ilə alış-verişdə barter üsuluna üstünlük verirdilər. Burada müxtəlif əşyalar duzdan tutmuş balıq qulaqlarına kimi əsas rol oynayırdı. Pullar yaranandan sonra insanlar ki, bir-birləri ilə alış-veriş eləmək üçün müxtəlif ölkələrdən gedirdilər, mal öz ölkələrinə aparırdılar satmaq üçün. Bu halda sözsüz ki, öz ölkəsinin pulunu digər bir ölkəyə gətirəndə həmən pul orada tədavüldə olmadığı üçün həmən pulun qiyməti olmur. Bazarlarda stollar, masalar qoydular. Yəni, onlar pulları dəyişirdilər orada, masaya yaxınlaşıb, bankoya yaxınlaşıb, pulu dəyişirdilər və həmən ölkənin pulu ilə alver eləyib öz ölkələrinə qayıdırdılar. İlk dəmir pulların yaranma tarixi eramızdan əvvələ gedib çıxır. Numizmatikada məhz onların tarixini, dəyərini öyrənən bir elmdir. Numizma latın sözü olub qanun deməkdir. Numizmatika bir elm kimi ilk dəfə 14-cü əsrdə İtaliyada araşdırılmağa başlanılıb. Əksər insanlar pulların dəyərini onun qədimliyi ilə ölçsələr də, sən demə bu heç də belə deyilmiş. Pullar miqdarına görə dəyərləndirilir. Misal üçün, pul var ki, 2012-ci ildə buraxılıb, cəmi 10 ədəd, yubileyni puldur. Pul da var ki, Roma İmperiyası dövründə istehsal olunub, indiki dövrümüzə ondan gəlib çıxıb tutaq ki, 5000 ədəd. Əlbəttə ki, 10 ədəd olan pul daha bahadır, nəinki o əllərdə olan 10.000 ədəd pul. Və qədimliyinə görə bəzi pullar dəyərləndirilir, niyə görə? Çünki az miqdarda buraxılan, qədimdə buraxılan pullardan bizim dövrə lap az gəlib çıxır. Araşdırmalar bizi İçəri şəhərdə yerləşən Numizmatika muzeyinə gətirib çıxartdı. Özündə bütöv bir tarixi yaşadan bu qoruq, bura gələn hər kəsin böyük marağına səbəb olur. Burada Roma İmperiyası dövründən istehsal olunan pullardan tutmuş Sasanilər, Səfəvilər, Ağqoyunlu və digər dövlətlərə məxsus sikkələrə qədər qorunub saxlanılır. Müxtəlif dövrlərdə hazırlanan bu pulların ölkəmizə gəlib çıxmasının hər birinin ayrılıqda tarixçəsi var. Azərbaycan ərazisində dövriyyədə olan bəzi sikkələrə, tutalım ki, bax burada mis sikkənin birini göstəririk. Burada deməli Roma İmperiyasına aid olan bir mis sikkədir. O həmin metroloji baxımdan, yəni onun dəyəri o qədər də güclü deyildi. Həm Romanın özündə elmi araşdırmalara görə, həm də Romanın işğal etdiyi zonalarda, o cümlədən də qısa müddətli onlar Azərbaycanın Qafqazı tutmuşlar. Bax belə bir mis sikkəyə hardasa 3 ədəd belə gil qab dəyişmək mümkün idi. 5 ay əvvəl Ağsu rayonunda aparılan arxeoloji qazıntılar zamanı orta əsrə məxsus uzunluğu 31 metr, eni 8 metr olan ambar aşkar olundu. Yer səthindən 8 metr dərinlikdə yerləşən bu ambardan tapılan dəfinə hamını heyrətə gətirdi. Dəfinəyə daxil olan 37 ədəd sikkə Holland istehsalı olan qızıl pullardır. Həmin pulların ilk nümunəsi 1781-ci ilə aiddir. Daha bir nümunə 1786-cı ilə aiddir. 3 nümunə 1787-ci ilə aiddir və bir ədəd nümunə 1796-cı ilə aiddir. Qalan 31 ədəd pul 1800-cü ildə zərb olunur. Qızıl pulların tapıldığı ərazidən biz 23 ədəd gümüş puldan ibarət daha bir dəfinə aşkar etdik. Həmin dəfinədəki pullar Azərbaycan xanlıqlarına aid pullardır. Qəpik pullardan danışarkən adətən hər kəsi yəqin ki bir sual düşündürür. Görəsən qəpik pulların kənarları niyə xətt-xəttdir? Bu hansı mənanı bildirir? Bu qəpiklərin kənarları sizcə niyə xətt-xəttdir? Sən bilirsən, mən nə bilim onu? Onun əsasını mən bilmirəm vallahi, mən yalan deyirəm. Nə bilim vallahi onu spesialistlər bilər. Onu biləm ki, 10 yaş xəstəmək olur. Falşiv olmasın ona görə. Bu podlenlidir də. 50 nəfər arasında keçirdiyimiz sorğu nəticəsində cəmi bir nəfərdən doğru düzgün cavab ala bildik. Qeyd edək ki, dəmir sikkələr yaranan gündən onların saxtası da müxtəlif yollarla bazarlara ayaq açdı. Bundan qorunmaq üçün qəpiklərin kənarlarını xətt-xətt istehsal etməyə başladılar. Fırıldaqçılar bunun bacarmadıqlarından dövriyyədəki saxta pulları aşkar etmək mümkün olurdu. Hətta bu saxta pullar o dərəcədə məharətlə zərb olunurdu ki, onları hələm-hələm hiss eləmək olmurdu, müəyyən etmək olmurdu ki, bunlar əsl Holland puludur və yaxud hansısa bir ölkədə zərb olunmuş saxta pullardır. Bura kağız pulda olduğu kimi işarələr qoymaq bir qədər çətin olduğu üçün
Yəni burada su işarəsi və digər işarələr qoymaq biraz qeyri-mümkün olduğu üçün pulun kənarında müəyyən bir xəttlər qoydular ki, bunu saxtakarlar bu xəttləri ala bilmirlər. İmperatorun özünün adından zərb edilən pullarda həmişə portret sağa tərəf yönəlikdə olur. Sol tərəfə yönələnlər pul çatışmamazlığı olanda və yaxud da saxta pul lazım olduqda bax bu formada eləyirlər. Bu da pul zərbi texnologiyası ilə əlaqəlidir. Qızıl pulun saxtalığını yoxlamaq üçün dişə vurmaq lazım gəlirdi. Əgər dişin yeri qalırsa, demək bu təmiz qızıl və ya gümüşdür. Bugün qəpiklər qızıl və gümüşdən hazırlanmır. Heç misdən də deyil. Amma onların istehsalında əvvəlki ənənəyə əməl olunur. Pulların kənarları yenə də həmişəki kimi xət-xət istehsal edilir. Novruz, verdiyin sualın cavabını yəqin ki eşitdin. Bu araşdırmanın səni qane edib etmədiyini deyə bilmərəm, amma mən çox şey öyrəndim. Yəqin ki tamaşaçılar da. Ülvi Əzimzadə, Əfqan Pənahoğlu, Lider TV.